117-ci suala baxaq. Deməli, A-nı hesablayın. Pişiyin bir növəli quyruq hüceyrəsinə xromosom sayı. Histogenez başladığı anda. Histogenez telofaza mərhələsində başlayır. Telofaza mərhələsində tamamilə hələ hüceyrələr tam bölünməyib. Yarısı bir qütbdədir, yarısı bir qütbdədir. Və bunlarda anafazadan sonra telofaza gəlirdi. 4N telofazanın başlandığı anda 76-dır. Və bu zaman bunun 2N-i bərabərdir 38-ə. Interfazanın sonunda mitoz zamanı 2N, 4C xromosom və xromatid olur. 2C'si 38-dir. Deməli, bu canlının 38 xromosom olur. Meyozun ikinci bölünməsinin anafaza mərhələsinin sonunda düsturunu yazaq. 2N, 2C, 2D'dir. DNT molekullarının, xromosom, DNT molekullarının və xromatidlərin cəmi 144-dür. Deməli, 2X üstəgəl 2X, bu ikilər DNT, xromosom və xromatidlərin sayıdır. 2X bərabərdir 144-də. Buradan 6X bərabərdir 144, X də bərabərdir 24. Deməli, bu canlının qameti 24-dür. İndi bizə yumurta hüceyrəsindəki xromosomların sayını müəyyən edin deyirdi. Cavabımız 24. Sonra 119-cu sual. Mitozun anafazasının sonunda. Mitozun anafazasının düsturu 4N, 4C, 4D'dir. Və DNT molekulları, xromosom və xromatidlər cəmi, deməli 4X üstəgəl 4X üstəgəl 4X bərabərdir 288-ə. Buradan tapırıq 12X bərabərdir 288-ə, X bərabərdir 24. Bu canlının deməli 24 qametində 24 xromosom var. Xromatidlərin sayını hesablayanda N, C, D idi qametdə. Və xromatidin sayı da elə 24 eləyir. Cavabımız 24. 120-ci sual. Yumurtalıqlarda və toxumluqlarda baş verən meyoz nəticəsində cəmi 20 qamet əmələ gəlir. Bir başlanğıc hüceyrə toxumluğa daxil olanda 4 qamet əmələ gəlir. Yumurtalığa bir başlanğıc hüceyrə daxil olanda 1 qamet əmələ gəlir. Toplamda bunların cəmi 5 eləyir, əgər bizdən bir başlanğıc hüceyrə soruşsaydı. Amma bizə deyir ki, 20 qamet əmələ gəlib. Əgər biz başlanğıc hüceyrə sayını X-la qəbul etsək, o zaman 4X qədər toxumluqda əmələ gələcək qamet, X qədər isə yumurtalıqda əmələ gələcək. Və bunların cəmini 20-yə bərabər eləyək. Gəlin, 5X bərabərdir 20-dən, X-in sayını tapdıq ki, 4. Deməli, 4 başlanğıc hüceyrə toxumluğa daxil olanda 16 qamet yaranıb, 4 başlanğıc hüceyrə yumurtalığa daxil olanda 4 qamet yaranıb. Və deyir ki, bizə ilkin erkək və dişi cinsi hüceyrələrin sayının bərabər olduğunu nəzərə alaraq hesabladıq biz bunu. Alınmış qametlərdən neçəsi yumurta hüceyrə olar? 4 ədəd yumurta hüceyrə olar. 16 qamet isə erkək hüceyrələrə aiddir. 121-ci. Bir fərdin somatik hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsinin sonunda, yəni 4N, 4C, 4D'dir. Anafazada düstur. Sonunda görünən xromosomların sayı 36-dır. 4N-imiz bərabərdir 36-ya. Deməli, 4N-imiz 36-dır. Bu fərddə cinsi vəzlərin yetişmə zonasının sonunda əmələ gələn yönəldici cisimciyin xromosom sayını istəyir, yəni qametin sayını. Qamet də bərabərdir 36 bölünsün 4-dən 9. Cavabımız 9. 122-ci suala baxaq. Deməli, deyir, göyərçinin yumurtalığının yetişmə zonasına daxil olmuş hüceyrənin sayı 30-dur. Yəni, 30 başlanğıc hüceyrə var. Göyərçinin yumurtalığı deyirsə, göyərçinin dişi fərdləri XY xromosom dəstinə malikdir. Əmələ gələn bütün qametlərdəki Y cinsiyyət xromosomlarının sayı
25 verir. 30 başlanğıc hüceyrə daxil olubsa, deməli 30 qamet yaranacaq. Və 90, bundan 3 dəfə artıq 90 yönləndirici cisimcik eləyəcək. İndi bizdən Y cinsiyyət xromosomlarının sayını verib qametlərdə 25. Deməli, bunun 25-i Y-dirsə, yerdə qalır 5 dənə qametimiz X. Və digər tərəfdən X, Y olduğuna görə hüceyrələrimiz bölünmə zamanı 60 X hüceyrəsi yaranacaq, 60 da Y hüceyrəsi yaranacaq. Bu 60-ın 25 Y yuxarıda qametdə əmələ gəlibsə, 60-dan 25-ni çıxacaq, eləyəcək 35 qamet Y. 35 yönləndirici cisimcik Y, 60 X-dan da 5-ni çıxanda 55-i X olacaq. Belə də həll eləyə bilərik. İndi bizdən soruşur ki, yönəldici cisimcikdəki Y xromosomlarının sayı 35 Y. Digər tərəfdən bunu düsturla da həll eləyə bilərik. Deməli, əgər bizdən Y soruşursa, Y cinsiyyət xromosomlar, Y yönləndirici cisimcik bərabərdir. Başlanğıc hüceyrənin üzərinə biz X qameti gələrək tapa bilərik. Buradan başlanğıc hüceyrəmiz 30-dur. X qametimiz isə tapdıq ki, 5X-dir. 30-un üzərinə 5-i gəlsək, 35 eləyir. Cavabımız yenə olduğu kimi bunu alırıq. 123-cü sualda. Göyərçinin yumurtalığının yetişmə zonasına daxil olub 30 hüceyrə. Deməli, başlanğıc hüceyrə sayı 30-dur. Əgər 25 Y cinsiyyət xromosomuna malikdirsə, bu qametlərin 5-i də X-dir o zaman. Və bizdən əmələ gəlmiş bütün yönləndirici cisimciklərdəki X cinsiyyət xromosomlarının sayını soruşur. Deməli, X yönləndirici cisimcik bərabərdir. Başlanğıc hüceyrənin üzərinə biz Y qameti gəlirik. Buradan da tapırıq. Başlanğıc hüceyrəmiz 30, üzərinə Y qametimiz isə 25-dir. 25 bərabərdir 55 X yönləndiriciyə. 124-cü sualda göyərçinin yumurtalığının yetişmə zonasına daxil olub 30 hüceyrə. Yenə başlanğıc hüceyrəmiz 30-dur. Əmələ gələn qametlərdəki X cinsiyyət xromosomu 5-dirsə, 30 qamet əmələ gəlib. Bunun 5-i X-dırsa, 25-i Y-dir. Avtomatik bura yazırıq. Əmələ gələn bütün yönləndirici cisimciklərdəki Y cinsiyyət xromosomlarının sayını hesablayın. Y yönləndirici cisimcik bərabərdir. Başlanğıc hüceyrə üzərinə gəlirik X qameti. Buradan da başlanğıc hüceyrəmiz 30-dur. 30-un üzərinə X qamet, yəni 5-ə gəlirik. Cavabımız 35 Y yönləndirici eləyir. 124-də cavab deməli 35 elədi. 125-ci suala baxaq. Başlanğıc hüceyrə sayı yenə 30 verib. Və bizə əmələ gəlmiş qametlərdə X cinsiyyət xromosomunun sayı 5-dirsə, Y 25-dir. Bu zaman bizdən X cinsiyyət yönləndirici cisimciklərdəki X cinsiyyət xromosomu istəyir. X yönləndirici cisimcik bərabərdir. Buradan başlanğıc hüceyrənin üzərinə gəlirik Y qameti. Bu da bərabərdir 30 üstəgəl 25, cavab 55. 126-cı sualda göyərçinin yumurtalığının yetişmə zonasına 40 başlanğıc hüceyrə daxil. Başlanğıc hüceyrə sayımız 40-dır. Əmələ gəlmiş bütün qametlərdə X cinsiyyət xromosomunun sayı 30-dur. Deməli, 40 başlanğıc hüceyrə daxil olubsa, 40 dənə də qamet alınacaq. 30-u bunun X-dırsa, göyərçin dediklərinə görə XY-də də cinsiyyət xromosomları. 10-u X-dırsa, o zaman 30-u Y xromosomu olacaq. Və yönəldici cisimciklərdəki Y xromosomu istəyir. Y yönəldici bərabərdir. Başlanğıc hüceyrə üzərinə gəlirik X qameti. Bu zaman 40 üstəgəl 10, cavabımız X qametimizdə 10-dur. 50. Cavab 50. 126-dan. 127-ci suala baxaq.
Deməli, yenə göyərçin verib yumurtalığında, yəni X, Y-dir, dişiləri heterogametdir. 40 başlanğıc hüceyrə daxil olubsa, başlanğıc hüceyrəmiz 40-dır. O zaman 40 qamet əmələ gəlir. 10-u X-dırsa bunun, 30-u Y-dir. Və yönəldici cisimciklərdəki X-ı soruşur bizdən. X yönəldici cisimcik bərabərdir başlanğıc hüceyrə üzərinə gələrək Y qameti. 40 üzərinə 30 bərabərdir 70. Cavabımız 70. Sonra 128-ci sualda göyərçinin yumurtalığının yetişmə zonasına daxil olunmuş hüceyrə sayı 40 ədəddir. Deməli, 40 başlanğıc hüceyrəmiz var bizim. Əgər 30 dənəsi Y-dırsa bu qametin 10 dənəsi X-dır. Və bizdən Y cinsiyyət yönəldici cisimcik istəyir. Y yönəldici cisimcik bərabərdir başlanğıc hüceyrə üzərinə gəlirik X qameti. Bu da 40 üstəgəl 10-dan bərabərdir 50. 129-cu suala baxaq. Göyərçinin yumurtalığının yetişmə zonasına 40 hüceyrə daxil olub. Y qameti bizə 30 verib, deməli X qametimiz də 10-dur ki, bərabər sayda 40 qamet əmələ gəlsin. Bu X cinsiyyət xromosomlarını deyir. X yönəldici bərabərdir başlanğıc hüceyrə üzərinə gəlirik Y qameti. 40 üstəgəl 30-dan cavabımız 70. 130-cu suala baxaq. Uyğunluğu müəyyən edin. Sitogenez prosesi verib bitki hüceyrəsində və heyvan hüceyrəsində. Sitoplazma qız hüceyrələr arasında həmişə bərabər bölünür. Bu ifadəni aid edə bilmərik. Çünki sitoplazma bitki hüceyrəsində fərqli bölünür, heyvan hüceyrələrində fərqli bölünür. B. Sitoplazmatik membranın altında əmələ gələn aktin və miozin tərkibli sapların iştirakı ilə baş verir. Bu, heyvan hüceyrəsinə aiddir. Sonra, sitoplazma xaricdən daxilə doğru ayrılmağa başlayır. C. Xaricdən daxilə doğru ayrılmağa başlayır. Aiddir heyvan hüceyrəsinə. Çünki heyvan hüceyrəsində qılaf nazik olduğuna görə xaricdən belə bölünür, daxilə doğru. Bunu oxuduq. Bölünmə hüceyrənin mərkəzindən başlayıb qılafa doğru davam edir. Bu bitkilərdə baş verir. Y mərkəzi sahədə Golgi kompleksindən daxil olan maddələr hesabına bölünmə lövhəsi yaranır. Bu da bitkilərdə baş verir. Cavabımız 1 D, Y, 2 isə B, C-dir. 131-ci suala baxaq. Mitoz proseslərinin ardıcıllığını müəyyən edin. Profaza, metafaza, anafaza və telofaza verib. Xromosomların disperzasiyası və sitogenez. Sitogenez başlayır telofazada. Xromosomların ekvatorda yerləşir. Bu metafazadır. Vətər telləri yaranmağa başlayır profazada. Xromosomlar qütblərə çəkilir anafazada. İndi bizdən ardıcıllığı istəyir. Profaza 3, sonra metafaza 2, sonra anafaza 4 və sonda telofaza 1. Ardıcıllığımız bu istiqamətdə gedəcək. 132-də mitoz üçün proseslərin ardıcıllığını müəyyən edin. Nüvəciyin yox olması, bu profazadadır. Vətər tellərinin tam formalaşması, metafaza. Xromosom sayının 2 dəfə artması, bu anafazadır. Nüvə pərdəsinin formalaşması telefazada. Ardıcıllığı istəyirdi. Ardıcıllıq elə eyni ilə 1, 2, 3, 4 olacaq. 133-cü sualda enterofazadan başlayaraq mitozun sonuna qədər hüceyrədə baş verən aşağıdakı proseslərin baş vermə ardıcıllığını müəyyən edin. Deməli, DNT-nin ikiləşməsi və ATF-in sintezi. Bu, baş verir enterofazada. 1. Sonra, xromosomların sitoplazmada sərbəst yerləşməsi.
Baxın, interfaza. Sərbəst yerləşir profazada. Xromosom sayının artması anafaza. Hüceyrə sayının artması telofaza. Vətər tellərinin sentriomerlərə birləşməsi metafaza. Sitoplazmanın bölünməsi telofazada. İndi bizdən ardıcıllığı istəyir. 1 interfazadır, 2 profazadır, 5 metafaza, sonra 5 metafaza, anafaza, 3 anafaza, sitoplazma bölünür telofazada, sonra isə artıq hüceyrənin sayı artır mitozun sonunda. 4. 1, 2, 5, 3, 6 və 4. 134. İnterifazadan başlayaraq mitozun sonuna qədər hüceyrədə baş verən proseslərin baş vermə ardıcıllığını müəyyən edin. Xromosom sayının artması bu anafazadır. Bölünmə vətərlərinin əmələ gəlməsinin başa çatması bu metafaza. Sentriolların qütblərə çəkilməsi anafaza. Sentriolların, xromosomların profaza. Sentriolların qütblərə çəkilməsidir, üzr istəyirəm. Nüvə qılafının əmələ gəlməsi bu telofaza. Nuklein turşuları və zülalların sintezi bu interfazadır. Hüceyrə sayının artması mitozun sonundadır. İndi gəlin interfazadan düzək. 5, sonra profaza 3, sonra metafaza 2, sonra anafaza 1, telofaza 4 və sonda hüceyrə sayı artır 6. Cavabımız belə.